Salam uşaqlar. Maqnit sayəsində hərəkət edən naqillərdə induksiya, elektrik hərəkət qüvvəsi bölməsinin testlərinə baxırıq. Birinci sual, uzunluğu L olan naqil induksiyası B olan bir cins maqnit sayəsində V sürəti ilə hərəkət etdirildikdə yaranan induksiya elektrik hərəkət qüvvəsi hansı ifadə ilə təyin olunur? Alfa induksiya vektoru ilə sürət vektoru arasındakı bucaqdır. Təbii ki, burada BLV sinus alfadır. Üçüncü sual. Bir cins maqnit sayəsinin qüvvə xəttlərinin perpendikulyar istiqamətə bərabər sürətlə hərəkət etdirilən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin naqilin uzunluğundan asılı qrafik hansıdır? Maqnit induksiyası sabitdir. Yenə də düsturu bilirik ki, Y bərabərdir BLV sinus alfa. Bərabər sürətlədir. Eyni naqildən söhbət gedir. Daha doğrusu burada uzunluğu dəyişirlər. Sinus alfa 90 dərəcədə 1 götürüləcək, çünki perpendikulyardır. Bir cins sahə deyirsə B də sabitdir. Induksiya elektrik hərəkət qüvvəsi uzunluqla düz asılıdır, D bəndi. Bir cins maqnit sayəsində hərəkət edən naqildə induksiya elektrik hərəkət qüvvəsinin yaranmasına səbəb Lorentz qüvvəsidir, Y bəndi. 7-ci sual. Bir cins maqnit sayəsi induksiya xəttlərinə perpendikulyar istiqamətə hərəkət etdirilən naqilin uzunluğu hansı ifadə ilə təyin olunur? Epsilon I bölünsün BV. Epsilon I yenə düsturu yazırıq. BLV sinus alfa. Sinus nəzərə almırıq. 90 dərəcədə 1-dir. Buradan da L-i tapanda L-i məchul vuruq kimi tapsaq, epsilon I-ni BV-yə bölürük. 9-cu sual. Bir hissəsi bir cins maqnit sayəsində hərəkət etdirilən naqildə induksiya cərəyanı yaranır. Naqil hansı istiqamətdə hərəkət etdirilir? Yəni bizdən soruşulan sürət vektorunun istiqamətidir. Biz burada bilirik ki, induksiya cərəyanı istiqamətini əsasən müəyyənləşdirəcəyik. Induksiya cərəyanı istiqaməti sağ əl qaydasıyla təyin olunurdu. Sağ əl qaydasına deyilir ki, sağ əli maqnit sayəsi ilə tuturuq ki, induksiya xəttlərinin perpendikulyar toplananı, yəni bu X xəttləri ovucumuza daxil olsun. X nə deməkdir? X bizdən çıxır induksiya xəttləri. Sağ əlimizi elə tuturuq ki, 4 barmağımız cərəyan istiqamətində yönəlsin. 4 barmaq cərəyan istiqamətində yönəlir. Bu zaman 90 dərəcə açılan baş barmaq, deməli, bizdə deməli göstərəcək naqilin hərəkət istiqamətini. Mən bax belə, baş barmağımız bu dəfə yuxarı yönələcək. Doğru cavab olacaq C. 11. Bir cins maqnit sayəsinin qüvvə xəttlərinə perpendikulyar istiqamətdə hərəkət etdirilən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin naqilin hərəkət sürətinə yenə də Y-nin düsturu B, L, V sinus alfadır. Burada L sabit, B sabit olduğundan EHG də induksiya elektrik hərəkət qüvvəsi, yəni V-dən düz asılı olacaq. Doğru cavab B. 10-cu suala da baxaq. Volt böl Tesla vur metr. Volt bilir ki, ya gərginlik, ya da induksiya elektrik hərəkət qüvvəsi, ya ümumiyyətlə elektrik hərəkət qüvvəsinin vahididir. Bunu epsilon bölünsün BL kimi yaza bilərik. Epsilonda düsturu BL-V'dir. BL-lər gedir, qalır V sürət A bəndi. Növbəti suala keçirik. 13. Bir cins maqnit sayəsində hərəkət etdirilən naqillərdə yaranan induksiya elektrik hərəkət qüvvələri arasında hansı münasibət doğrudur? Induksiya elektrik hərəkət qüvvəsinin düsturu bildiyimiz kimi BL-V'dir. Perpendikulyar deyə yenə də sinusu yazmıram. Induksiya elektrik hərəkət qüvvəsi bir cins sahədədir. B sabitdir. Burada L və V-yə baxırıq. Birinci halda epsilon 1-i yazsaq, LV yazacağım. İkincini yazsam, epsilon I olacaq 3L, 3V, 6LV eləyəcək. Yəni, belə çıxır ki, ikinci birincidən 6 dəfə çoxdur. Yəni, bu 13-cü sualda D cavabını seçirik. 15-ci suala baxırıq. AB metal naqil bir cins maqnit sayəsində sabit sürətlə hərəkət etdirilir. Onun A və B uclarında hansı işarəli yüklərlə yüklənər? Maqnit induksiya xəttləri şəkil müstəvisinə perpendikulyar istiqamətdə bizə doğru yönəlib. Biz bura bir dənə elektron qoyaq. Deyək ki, naqilin daxilində elektron var. Gəlin birinci elektronu təsir edən qüvvənin istiqamətini təyin edək. Sol əl qaydasıyla maqnit sayəsində bu elektronu təsir edən qüvvənin istiqamətini tapırıq. Elektron bu istiqamətdə. Naqil deməli sağa doğru hərəkət edirsə, onun içərisindəki zərrəciklər də onunla bərabər hərəkət icra edir. Sol əl maqnit sayəsini elə yerləşdirin ki, induksiya xəttləri ovucunuza daxil olsun. Deməli, nöqtədirsə, əlimizin üstünü görürük. İnduksiya xəttləri ovucumuza daxil oldu. 4 barmaq demək,
müsbət yükün hərəkət istiqaməti mənfi yükün hərəkətin əksini götürəcəyik. Deməli, burada 4 barmağı biz götürməliyik, demək, sola, yəni 4 barmağımız sola yönələcək. Bu zaman açılan baş barmaq, 90 dərəcə açılan baş barmaq isə yuxarı yönələrək zərrəciyin yuxarı doğru hərəkət etdiyini göstərəcək. Belə çıxır ki, onda deməli, bu naqilin A ucunda elektronlar yığılacaq, yəni mənfi yüklər A ucunda olacaq. Müsbət də yükü götürsək, müsbət yükün də hərəkət istiqamətini belə götürsək, təbii ki, yuxarı ucda mənfilər olursa, A ucunda mənfidirsə, deməli B ucunda da müsbət yüklər yığılacaq. Yəni bunu Lorentz qüvvəsinin vasitəsilə təyin edə bilərik. Yenə də əlimizi bu şəkildə tutduq, nöqtə əlimizin üstünü görürük, induksiya xətləri ucumuza daxil olur. 4 barmaq V istiqaməti yönəlsək, Lorentz qüvvəsi aşağı yönələcək. Bunu başqa formada təyin etmək olar. İnduksiya cərəyanı istiqamətini taparıq. İnduksiya cərəyanı istiqamətini tapırıq. Tutaq ki, sağ əl qaydası ilə sağ əl ilə tuturuq ki, yenə də demək, baş barmağımız naqilin hərəkət istiqamətini göstərəcək. Bu dəfə baş barmaq naqilin hərəkət istiqamətini göstərəcək. Sonra 4 barmaq isə induksiya cərəyanı. Induksiya cərəyanı istiqaməti aşağı yönələcək. Deməli, onda belə çıxır ki, yuxarı qütb müsbət, aşağı mənfidir. Bu cərəyanın qütbüdür, yəni qütb müsbət, mənfi. Müsbət qütbdə hansı yüklər yığılacaq? Elektronlar, mənfi yüklər. Mənfi qütbdə isə müsbət yüklər yığılacaq. Bu şəkildə olacaq. Doğru cavabımız olacaq C. Yenə də o yolla da geçsə, bu yolla da geçsə, hər iki halda deməli biz cərəyanın istiqamətini təyin etmiş oluruq və eyni zamanda, daha doğrusu yükün hara yığılacağını təyin etmiş oluruq. 17-ci sual yenə də bir cins maqnit sahəsinə hərəkət etdirilən naqildə yaranan induksiya cərəyanının hansı istiqamətdədir? Maqnit induksiya xətləri perpendikulyar istiqamətdə bizdən şəkil müstəvisinə doğru yönəlmişdir. İnduksiya cərəyanının istiqamətini soruşur. İnduksiya. Yenə də biz üzr istəyirəm, sağ əl qaydasından istifadə edirik. X isə əlimizin içərisini görürük. Baş barmağı naqilin hərəkət istiqamətini yönəldəndə deməli 4 barmağımız cərəyan istiqamətini göstərəcək. Deməli, yuxarı yönələcək. Bax, əlinizi bu şəkildə tutursunuz. Mən indi burada şəkildə yenə də göstərməyə çalışacağım. Dörd barmaq cərəyan istiqamətində, 90 dərəcə açılan baş barmaq isə deməli V-nin istiqamətini göstərəcək. İnduksiya xətləri yuxarı yönəlmiş. İnduksiya cərəyan istiqaməti yuxarı yönəlmiş olacaq. 19-cu sual şahidir. Demək, baxırıq sualda nə deyir? Aktiv hissəsinin uzunluğu verilib L 1 metr. Bir cins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar istiqamətdə V bərabərdir 5 metr bölü saniyə sürətlə hərəkət etdirildikdə onda yaranan induksiya elektrik hərəkət kütləsi 2 volt olarsa maqnit induksiyasını soruşur. Yenə də düsturumuzu bilirik. Perpendikulyardır sinus 90 dərəcə. 1 yazıram birbaşa. Yəni bunu verilənlərə daxil edib vaxt itirmirəm. B, L, V yazırsınız. B-ni soruşur. B də bərabərdir. Epsilon bölünsün. Epsilon induksiya bölünsün LV. Hesablama aparaq. 2 bölünsün. 1 vuraq. V də 5. Eləcək 0.4. Doğru cavab D. 21. İnduksiya elektrik hərəkət qüvvəsinin zamanı asılı qrafiki verilmişdir. Bir cins maqnit sahəsində hərəkət etdirilən naqildə induksiya elektrik hərəkət qüvvəsi zamanı asılı qrafiki verilmişdir. Hansı qrafik təcili modulun zaman asılılığını göstərir? İnduksiya elektrik hərəkət qüvvəsinin hərəkət olanda həmişə bu düstura müraciət edin. V. Burada gördüyünüz kimi induksiya elektrik hərəkət qüvvəsi zamandan düz asılıdır. İnduksiya elektrik hərəkət qüvvəsi sürətlə düz asılıdır. Yəni sürət də onda belə çıxır ki, zamandan düz asılı olacaq. Yəni biz buna hərəkət qüvvəsinə ümumiyyətlə V kimi baxa bilərik şərt olaraq. V də deməli T-dən düz asılıdırsa bərabər təcil hərəkəti, bərabər təcil hərəkəti isə təcil sabitdir. Davam edirik. Demək 22-ci sual. Bir cins maqnit sahəsində davam edirik. Bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti etdirilən naqilin uclarında
yaranan induksiya elektrik hərəkət qüvvəsinin zaman asılı qrafiki verilmişdir. Hansı qrafik bu naqilin yer dəyişməsinin modulunun zaman asılı qrafikini göstərir? Yenə də induksiya elektrik hərəkət qüvvəsinin BLV düsturuna müraciət edilir. Bunlar sabit götürüləndə induksiya elektrik hərəkət qüvvəsi V ilə düz asılıdır. Yəni biz buna yenə də V kimi baxa bilərik. Buraya yazın, V-ni görünsün. V kimi baxırıq. Bir dəqiqə. Buna bir V kimi baxmaq üçün daha qəşəng yazmaq lazımdır ki, görsənsin. Deməli, bura bir V kimi baxdıq. Deməli, VT-dən düz sabitdirsə, əgər sürət zamanla asılı sabitdirsə, onda bu belə çıxır ki, bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkətdə isə gedilən yol və ya yer dəyişmə zamanı asılı qrafiki düz xətt olacaq. Deməli, 24-cü sual. Bir dəqiqə mən 19-dan sonra 20-ni izah etdim. Fərqi yoxdur. 24-ə baxırıq. Bir cins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar istiqamət irəliləmə hərəkət etdirilən naqilin yer dəyişməsinin modulunun zaman asılı qrafiki verilmişdir. Hansı qrafik bu naqildə yaranan induksiya cərəyanının şiddətinin zaman asılılığını ifadə edir? Deməli, S-in T-dən asılılığını parabola verib. Deməli, bu hansı hərəkətdir? Bərabər təcilli. S bərabərdir A kvadrat bölü 2. Və V0 üstəgəl A kvadrat bölü 2. Biz də bilirik ki, induksiya cərəyanının şiddəti epsilon I bölünsün R-dir. Epsilonla V kimi baxmışdıq, yadınızdasə əgər. Demək, BLV yazacağım. Böl R. Buradan belə bir nəticəyə gəlmək olar ki, induksiya cərəyanının şiddətinə sürət kimi baxırıq. Deməli, biz baxdıq ki, burada bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə VT qrafiki necə olurdu? Yeniləşəndir. VT qrafiki düz xətt olurdu. Belə çıxır ki, induksiya cərəyanının şiddəti də induksiya elektrik hərəkət qüvvəsi kimi sürəti xarakterizə edir. Sürətin qrafiki ilə eyniləşir. Ona görə də 24 olacaq D. Növbəti sonuncu sualımız 26. Uzunluğu L olan naqil bir cins maqnit sahəsinə bərabər yeniləşən hərəkət edir. Bərabər yeniləşən isə A konstant. Hansı qrafik naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin modulunun zaman asılı qrafikini göstərir? Bərabər yeniləşən hərəkət edir. İnduksiya elektrik hərəkət qüvvəsinin düsturunu yazıram. BLV. İnduksiya elektrik hərəkət qüvvəsi L-in də yerinə, V-nin də burada yerinə elə AT kimi yaza bilərsiniz. Əslində başlanğıcda sükunət halından başlayan bir zərrəcik kimi baxsaq. BAT. Onda da induksiya elektrik hərəkət qüvvəsi zamanı asılığı düz xətt olacaq. 26 doğru cavab Y olacaq. Epsilon I T-dən düz asılıdır. Biz demişdik ki, epsilon I-yə V kimi baxa bilərik. Yeniləşəndirsə bərabər yeniləşəndir. Bərabər yeniləşən hərəkətdə də VT qrafiki koordinat başlanğıcdan keçən düz xətt olduğu kimi induksiya elektrik hərəkət qüvvəsi də koordinat başlanğıcdan keçən düz xətt olacaq.